Salam dəyərli izləyicilər. Gəlin bugün birlikdə çox asan, çox sadə, çox dadlı və olduqca xeyirli mərci çörəyi hazırlayaq. Çörək də deyə bilərik, börək də deyə bilərik. Yəni kimə necə rahatdır, kim necə istəyir o cürdə desin. Demək, 1 stəkan mərcini öncədən isladırıq və üzərinə 2 ədəd yumurtanı əlavə edirik. Blender ilə çırpırıq. Çalışırıq ki, dənəciklər qalmasın. Biraz çırpdıktan sonra üzerine yarım stəkan duru yağ, 1 stəkan süt əlavə edirik və yenidən başlayırıq bunları birlikdə çırpmağa. Çalışırıq mərci dənələr hər biri həll olunsun, əzilsin ki, qusursuz bir çörək alınsın, pürüzsüz olsun daha doğrusu. Yaxşı-yaxşı əzirik. Siz bura istədiyiniz göyərti, pendir, ədviyyatlar əlavə edə bilərsiniz. İstədiyiniz kimi dadlandıra bilərsiniz, belə deyim. Mən isə sadəcə zirinç qatacağım, sonra görəcəksiniz. Daha yaxşı-yaxşı qarışdıqdan sonra, əzdikdən sonra üzərinə duz əlavə edəcəyik. Artıq hazırdır. Baxın, xəmir belə alındı. Üzərinə 1 çay qaşığı duz əlavə edirik. Təxmin 1 çay qaşığıdır burada. Və 3-4 qaşıq un kifayət edir. Mən təxmini 3 qaşıqdan biraz artıq istifadə etdim. Baxırsınız xəmirinə nə çox duru olmalıdır, nə çox qatı olmalıdır. Qarışdırırıq. Qabartma tozunu əlavə etdim. Yaxşı-yaxşı qarışdırdıqdan sonra isə borcamı əlavə edirəm. Bəli, 4 qaşıq əlavə etmişəm. Mənə bu qədər kifayət edir. Bu artı da bilər, azala da bilər. Təbii ki, yumurtanın böyüklüyündən hər zaman qeyd edirəm. Onun keyfiyyətini hər bir şeydən bunlar asılıdır. Üzərinə zirinc əlavə etdim. Bu da qozda çox qəşəng olur. Pendirdə qəşəng olur. Və artıq hazırdır. Doğrayıram. İsti-isti doğrayıram. Soyumağını gözləyirəm. Soyuduqdan sonra isə qabdan çıxardıb servis edəcəm. Hazırlayın, bəyənin və nuş edin.